Bizim sənətkarlarımız dünya çapında, dünya arenasında öz sözünü deyə biləcək sənətkarlardır. Bir çox sahələrdə, ələxüsus mədəniyyət aləmində, idman aləmində, mədəniyyət aləmi demişkən Azərbaycan rəssamlarında bu qəbildən aid etmək olar. Hətta bizim soydaşlarımız var ki, uzun illərdir ölkədən kənarda yaşayaraq Azərbaycan mədəniyyətini və dünya mədəniyyətini mənimsəyərək xüsusi bunu bir böyük şövqlə təqdim edirlər. Belə bir insanlardan biri də, elə bilmirəm, bəlkə bizim bu günə təsadüf etdi, Art Dova günü. Xoş təsadüf oldu. Yeni bir cəryandır rəssamlıqda, amma biz klassik bir üsuldan danışacağıq və belə bir rəssamlardan biri Estoniyada fəaliyyət göstərən Buta Art Studio, Azərbaycan Yaradıcılıq Mərkəzinin rəhbəri rəssam Rövşən Nurdur. Xoş gəlmişsiniz Rövşən müəllim, salamlayırıq sizi. Sabahınız xeyir olsun, vətəndə, həm studiyamızda sizi şadıq görməyə. Sabahınız xeyir, çox minnətdaram, təşəkkür edirəm dəvət elədiyinizə görə. Sağ olun, çox sağ olun. Biz də bəri başdan sizə təşəkkür edirik və Azərbaycan cəmiyyəti orada yaratmışsınız. Azərbaycan Yaradıcılıq Mərkəzi var, onun rəhbərisiz. Bir növ Azərbaycançılığı hər mənada təmsil edirsiniz. Təşəkkür edirik sizə. Buyurun, söz sizdə. Təşəkkür edirəm. Bir daha sabahınız xeyir, hörmətli dinləyicilər. Mən özüm Qərbi Azərbaycan Göyçə mahalındanam. Artıq 20 ilə yaxın Estoniyada yaşayıram. 20 il? 20 ilə yaxın, bəli. Mən orada magistraturunu oxuyub qutardım və öz fəaliyyət işlərinə, mədəniyyət, həm təbliği, həm rəssamlıq, yaradıcılıq işlərinə məşğul oluram. Yəni, Estoniya ümumiyyətlə Pribaltikanın ən gözəl, həm mədəni, həm də kiçik bir şəhəridir. Elə Bakıda da oxumuşam, Rəssamlıq Akademiyanı bitirdikdən sonra. Tallinnə gedim. Bəli, Tallinnə qərara düşdüm, gedim orada. Paytaxt Tallinn. Bəli, Tallində öz yaradıcılığımı davam etdirir və inkişaf etdirim. Mənim iki sahəm var, həm xalçaçı rəssamam. Azərbaycan Bakı Rəssamlıq Akademiyasını bitirmişəm, xalça üzrə və rəngkarlıq işlərlə də məşğulam. İki sahəni mən orada təbliğ edirəm. Orada öz yaradıcılıq mərkəzi var və qaleriyadır. Bir çox ölkələrə, Avropa ölkələrə, beynəlxalq sərgilərdə iştirak edirəm və çalışıram yüksək səviyyədə Azərbaycanın təbliğ edeyim. Keçən il Amerikada, Vaşinqtonda oldum. O, New York, Vaşinqton və orada böyük bir fərdi sərgi oldu. Hal-hazırda kadrları da rejissorlar ekrana gətirir, Rövşən müəllim. Aha, kadrları da görürlər. Baxın, sizin o, bu hansı sərgiləndi bu kadrlar? Bu deməli, ilk olaraq Tallində olunan sərgidir. Burada rəngkarlıqla bağlı mən naturadan baxaraq çəkirəm bu işləri və orada ilk bir sərgi alınmışdır. Mənzərə janrı deyəsə daha çox. Bəli, mən mənzərə, təbiət qoyunda işləməyə çalışıram. Amma mən dostlar düşünürəm ki, Estonların diqqətini daha çox xalçaçı rəssam, onlar Azərbaycan xalçalarına, bizim ilmələrimizə, naxışlarımıza maraq dairəsi elə genişdir ki, sizin yaradıcılığınızı da onlar diqqətə saxlayırlar. Bəli, bəli. Onların da öz xalça məktəbi var. Amma onlarda qabilinə oxşar işlər edirlər. Mənim də təbii xalça sənəti onları çox maraq oyatdı və hətta gəlib toxuyanda onlar çox belə təsir edir ki, bu çox çətindir. Biz onu oturub toxuya bilmirik. Əlbəttə, sözsüz. Onlarda biraz başqa. Rövşən, bu əsər sizin çəkdiyinizdə, bu əsər də bir xüsusi nümayiş keçən il işlədiyim əsərdir. Keçən il Naturadan onu da çəkmişəm. Bəli, səhər saat 6-da Dağüstü Parkda. Baxın, görün, Bakının mənzərəsi nə qədər gözəldir. Bilmirəm, nə dərəcədə bunu ötürmək olacaq. Günəşin doğuşu. Bu əsər də mənim çox xoşuma gəldi. Yeri gəlmişkən muğam müsabiqəsi də keçirilir. Trio var burada. Tarımız, kamanımız, qavalımız. Bəli, görürsünüz. Bax, bu hissədə. Bizim tariximizi, və Azərbaycan xanımı səməni də əlində Novruz bayramı ərəfəsində yəqin işlənib, hazırlanıb. Çox gözəl. Çox gözəldir. Bu da bizim doğma Bakımızın səhər tezdən Dağüstü Parkdan görüntüsüdür. Bax, belə. Çox gözəl. Bu şəkil də gözəldir ya. Bu şəkil nə vaxt çəkilib? O Pribaltika dənizidir. Baltik yanı ölkələrini. Günəşin batış. Baltik dənizinin sahilləridir. Rövşən bəy, bəlkə yaxınlaşaq biz elə bu sizin əsərlərinizin qarşısında biraz burada söhbət edəyək. Çünki istəyirəm bunlar haqqında, yaradıcı insanın özü haqqında onun çəkdiyi əsərlər hər zaman danışa bilir. Nar isə ümumiyyətlə elə bir natürmortdur ki, o Azərbaycan təsviri sənətinin simvoludur. Buyurun, rəsmlərin yanına. Klassiklərimiz, Rövşən müəllim, gəlin bura. Bir çox klassiklərimiz müraciət ediblər nar. Amma sizin təqdimatda nar
doğrudan həm fərqlidir, həm doğmadır. Həm də üzümləndir, tək deyil. Bəli. Və xalça da var orada. O dediyiniz o xalçaçı rəssam burada öz işin görür. Öz əsərim, bəli, onu toxuduğum xalçadır. Ümumiyyətlə, Estoniyada mən çox çalışıram həm xalçanı, həm də nar bir məhəbbət simvolu kimi mən onu təbliğ edirəm. Çox insanların xoşu gəlir və bütün əsərlərimdə görsəm Tallinn, bir də nar. Yəni onu bir sintez eləyirəm. Həm şərq, həm qərb üslubunu mən çalışıram ki, bir dostluq rəmzi olaraq onu bir sintez edim və o da uğurla alınır. Narı görəndə mənə yada düşürlər, ona görə deyirlər bu Rövşəndir. Bu şəkil çox maraqlı gəldi mənə, Nailə, fikir ver. Düzdür, bu doğma Bakımızdır, gözəldir, amma elə fərqli rakursdur ki, biraz o Sidneyin opera teatrına da bənzətdim, amma bizim elə öz dəniz molumuzdur, sonra Bakının sahilidir. Fərqli rakursdan çəkmişsiniz. 2 gün olar çəkmişəm, mənim naturadan. Boya da elə qurumur ki. Az-maz biraz qalıb, bəli, naturadan işləyirəm, baxaraq, yəni öz hisslərimi ora çalışıram edim. Və belə bir alındı, yağlı boyadan çəkilən əsərdir. Bir də o səhər tezdən olan əsərdir. Saat o da hardasa bir 8 radələrində onu çəkmişəm. O da elə günəşin. Rövşən müəllim, bax sizin üçün nə dərəcədə rol oynayır? Düzdür, burada işığın düşməsi, bu rəsmdə əks olunur. Bunlar öz yerində. Amma bunun mənəvi tərəfləri, səhər çağı daha çox ilham gəlir sizə, yoxsa günün qrup çağında siz daha çox belə... O ruh halından deyəsiniz. Ruh halından. Yəni, valla, o hamısı gözəldir. Sadəcə o anı tutmaq, hiss etmək lazımdır. Həm görürsə, həm də hiss edib onu eləyəndə o daha gözəl alır. Bəzi rəssamlar deyir ki, qrup olanda, günəş batanda mən özümü yalqız hiss edirəm. Sənət adamları da bunu deyir. Biraz bu məndə də var. Bu hissdən irəli gələrək soruşdur. Deməli, siz o anı yaxalayırsınız. Bəli, bəli. Mənim üçün hər an çox gözəldir. Yəni, Allahın yaratdığı o gözəlliklər həqiqətən onu əks etdirmək çətin də olsa çalışıram az bir gözəlliyi hərəkət. Rövşən müəllim, gəlin biraz da yaratdığınız yaradıcılıq mərkəzindən danışaq. Çünki çox bizə maraqlıdır. Estoniyada Azərbaycanlıları bir araya toplayan bu yaradıcılıq mərkəzinin əməkdaşları, kimlər var orada, necə fəaliyyət göstərirsiniz? Mənim Azərbaycan Yaradıcılıq Mərkəzim var. Həm də Qərbi Azərbaycan təşkilatı, qeyri-hökumət təşkilatıdır. Mən özüm Qərbi Azərbaycan Göyçə mahalındanam. Ondan bağlı, yəni keçən il gözəl bir Aşıq Ələsgərin poeziyasını... Nə gözəl, nə gözəl, bəli. Gözəl bir böyük professorumuz Mübariz Əliyev, Milli Konservatoriya müəllimidir, həm akademik, dosent. Ondan bağlı gözəl birlikdə bir layihə etdik və İlk səfərdir saz, gözəl saz ustasıdır Mübariz müəllim. İlk səfərdir orada bu nümayiş olunur. Və estonlar həqiqətən çox belə... Maraqla izlədilər. Hətta durub oynadılar o saz havasını, o yanıq kələmi. Sonra gözəl bir şeirlər, poeziyalar. Azərbaycan dilini anlamasan da o musiqinin, o sazın... Saz bizim tariximizdir ümumiyyətlə. Qədim bir simlərin o sehrini, o zəng simlərinin sehrini. Və yenə də bu il dəvət elədilər bizi ki... Sözü gedən tədbirdəndir deyəsən bu kadrlar. Demişkən, doğrudan qonaqlar qismində estonlar daha çoxdur. Yəni onlar üçün maraqlıdır. Azərbaycan mədəniyyəti, Azərbaycanın... O rəsimlər hamısı sizindir. Bəli. Arkada belə... Mən tək sərgi etmirəm. Mən sərgidən bağlı bizim milli rəqsimiz, bizim təamlarımız, təamlarımız, bəli. Hər zaman mən bu milli ruhu, koloriti orada saxlayıram. Hətta Estoniyada təhsil alan tələbələr də sizinlə əlavəli şəkildə həm təhsil almaq, həm də bax belə yaradıcılıq işinə məşğul olurlar. Çalışıram ki, mən hər tərəfli edim. Bu da estonların milli folklor bir musiqisi və rəqsidir. Və onunla bağlı yeni bir layihəyə bizə dəvət elədilər. Mübariz müəllimin saz havası. Bu da gözəl qardaşımız, dostumuz, qarmon ustasıdır. Gözəl bir musiqi. Həqiqətən çox yüksək səviyyədə bu tədbir alındı. Bu il yenə inşallah planda var. Muğam bir gecəsi etmək istəyirik. Bəli. Əla. Burada da gözəl rəqslər var. Sevindirici hal odur ki, Rövşən müəllim, ümumiyyətlə Azərbaycandan kənarda yaşayan soydaşlarımız vətən sevgisini o dərəcədə yüksək nümayiş etdirirlər ki, biz mədəniyyətlə məşğuluq, mədəniyyət göstəririk. Yəni qarışıqlıq salmırıq. Dostluğa dəvət edirik, qardaşlığa dəvət edirik və ona görə də müttəfiqlərimiz çox olur hər zaman. Ümumiyyətlə, mən həmişə demişəm, mədəniyyət hər tərəfli, hər bir insanın bir dərin tarixidir və onu göstərməsən, insan səni tanımaz. Yəni, qəribdə olan insanlar tanımır. İlk onlar sənin mədəniyyətinə baxır və ona qiymət verirlər. O baxımdan da estonlar həqiqət çox yüksək səviyyədə. Tək o, bütün Avropada olmuşam. Məsələn, keçən il mən Xocalıdan bağlı Fransada gözəl bir sərgi keçirdik. Sağ olsun Leyla xanım, hörmətli səfirimiz orada bərabər. O da çox yüksək səviyyədə
dəstək alındı, yəni gözəl bir sərgi alındı. Aha. Çalışıram, yəni hər tərəfli. Gözəl. Birisi tək Estoniya ilə deyil. Artıq Estoniyada yerləşmişsiniz. Uzun illərdir, söylədiyiniz kimi 20 ildir buradasınız. Və Avropanın bir sürü ölkələrində, bax Leyla xanımı da çıxışı da hal-hazırda sözü gedən tədbirdə bu belə mədəni görüşlərin olması, tədbirlərin olması çox sevindirici bir haldır. İstər bu tarixi günlərimizə təsadüf eləsin, istər elə adi günü bayrama çevirək, dostlarla görüşək. Bir də bilirsiniz, bu əlaqələr iki dövlət arasında, xalqlar arasında mən deyərdim, münasibətləri daha da istiləşdirir, daha da gözəlləşdirir. Mədəniyyət adamlarının bax bu üstün tərəfləri var, deyərdim. Mən də çalışıram hər tərəfli, həm mədəniyyət, həm diplomatik əlaqələr. Yəni bu bir arada olsun və daha yüksək səviyyədə inkişaf eləsin. İndi tək rəssam yox, həm də belə təbliğat işlərini mən, həm vətənpərvərlik, həm bizim tariximizi mən çox sevirəm. Azərbaycan həqiqətlərini dünyada tanıtmaq, təbliğ etmək. Eston həmkarınızdır deyəsən, fikir mübadiləsi. Onlarla bir fikir mübadiləsi var, birgə işlər var, Estonlu rəssamlarla. Bəli, hələ bir layihəm də var idi. 4-5 Eston rəssamını dəvət edeyim Qarabağa. Birlikdə gözəl bir əsərlər edək və onu Estoniyada sərgi edək. İnşallah ümid edirəm o da alınar. Mütləq sizi səhər çağında gözləyəcək Eston həmkarlarınızla bir yerdə. Təbliğatın dili, mədəniyyətin dili ilə çox oxşardır və düşünürəm ki, ən gözəl vasitədir. Elə mədəniyyət vasitəsilə bütün həqiqətləri çatdırmaq, Azərbaycanın uğurlarını, müasir Azərbaycanın uğurlarını yenidən dünyaya tanıtmaq üçün. Rövşən müəllim, təşəkkür edirik sizə. Uğurlarınız bol olsun. Təşəkkür edirik. Necə deyərlər, Estoniya bizdən salamlar. Bütün orada yaşayan soydaşlarımıza, bizi sevənlərə. Bizim tələbələrimizə, evlatlarımıza buradan salamlarımızı. Çox gözəl bir nəcib işləmək olsunuz. Təşəkkür edirik sizə. Siz sağ olun, təşəkkür edirəm dəvətinizə görə. Həqiqətən çox fərəh duyuram ki, gözəl bir işlər uğurla alınır. Nə qədər olacaqsınız vətəndə? Hələ ki buradasınız. Hələ ki buradayam inşallah. Elə yeni bir əsərlər eləyib, bir layihədən bağlı bir sərgilər eləmək istəyirəm. Sərginizlə nəzərdə tutulur. Hələ yeni səhərlər var. Bu Xızı rayonunda olmuşdum. Nə gözəl. Hansı hissəsində? Xızda elə bir-iki əsərlər elədim və məndə balaca bir gəlmişdi Murad müəllim bizim Tallinə. Orada balaca bir mənə reportaj elədi. Yəni Xızı çox gözəl, həqiqətən onun dağları, tamam başqa bir... Dağları, Qars meşəsi, Qızılqazma yaylası, orada fərqli məkanlar var. Bir də mən 2 il bundan qabaq Şuşada olmuşdum. Şuşada da gözəl bir Azərbaycan Diaspora Komitəsinin dəstəyi ilə ora dəvət elədilər. 3 gün orada qaldım və gözəl əsərlər elədim. Haradasa bir 15 əsərə yaxın çalışdım və onu Estoniyada, Tallində gözəl sərgi elədim, Şuşa ili ilə bağlı. Orada da çox yüksək səviyyədə gözəl bir sərgi keçdi. Həm bizim qədim tarix yerlərimizi, həm gözəl bizim cənnət məkanları tanıtdırıram, göstərirəm. Bir növ öz postunuzdasınız da, bir sözlə belə deyək, öz postunuzdasınız. Sizə uğurlar arzulayıram. Təşəkkür edirik Rövşən müəllim. Nə vaxt Azərbaycanda olsanız sizi səhər çağında görməyə şad olarıq. Təşəkkür edirik. Xatırladaq ki, Estoniyada yaşayan Buta Art Studio Yaradıcılıq Mərkəzinin təsisçisi, rəhbəri, rəssam Rövşən Nur proqramımızın qonağı idi. Təşəkkür edirik sizə Rövşən müəllim. Rövşən müəllim, minnətdarıq, uğurlarınız bol olsun deyirik.